Müsəlman qadınının başörtüsünü aça bilməsini bilirdinizmi? Bəli, bir müsəlman qadını bəlli bir vaxtdan sonra hicabını aça bilər. Bunu mən demirəm, bunu Quran deyir. Hansı ayədə deyir? Videonun sonuna qədər izləyin. Bu gün müsəlmanlar deyirlər ki, hicab qadının namusu, isməti, arı, abrıdır. Yəni, bir müsəlman qadını hökməndir ki, namusunu qoruduğu kimi başörtüsünü də qoruyub saxlamalıdır. Amma nə olur ki, sonradan o qadın Quran ayəsinə görə başörtüsünü aça bilər? İlk öncə gəlin oxuyaq, hansı ayələr başörtüsünü insanlara təşviq edir. Bu biri 3 ayə keçir bundan bağlı. Birincisi keçir Nur surəsi 31-ci ayə. Mömin qadınlara deyir ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Qoy onlar görünənlər istisna olmaqla zinətlərini naməhrama göstərməsinlər. Örtüklərini yaxalarının üstünə salsınlar. Zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz müsəlman qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər. Gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını yerə vura-vura yeriməsinlər. Ey iman gətirənlər, hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız. Burada bir dənə hissə keçir. Burada qadın hansı adamlara öz, belə deyək, övrət, hicabsız hansı adamların yanında ola bilər də. Burada sayır, belə desək, hicabsız. Burada deyir ki, ehtiras hissini itirmiş kişilərin yanında. Yəni, bu kişilər naməhrəm olsa belə, mən belə başa düşdüm. Burada deyir, kölələrdən sonra, yəni yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən. Yəni, bu qadınların kişi xidmətçiləri varsa, əgər o kişi xidmətçiləri ehtirasını itirmişsə, bunların yanında sən baş açıq gəzə bilərsən. Yəni, mən demirəm, bunu deyir Nur surəsi 31-ci ayə. Yəni, bir kölən var, səni xidmət eləyir, amma ehtirasını itirib, sən onun yanında baş açıq gəzə bilərsən. Bir zəhmət ayəni açıb özləri də incələyə bilər. Sonra ikinci ayə gəlir, Əhzab surəsi 33-cü ayə. Evlərinizdə qərar tutun. İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və onun elçisinə itaət edin. Ey ev əhli, Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir. İkinci ayə Əhzab surəsi 33-dür. Bu örtünmə ilə bağlı müsəlmanların, belə deyək, mənbə gətirdiyi ayə. Üçüncü ayə isə Əhzab surəsi 59-cu ayədir. Əhzab surəsi 59-da deyir ki, ey Peyğəmbər, zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, naməhrəm yanında çarşabları ilə örtünsünlər. Bu, onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhimlidir. Yəni, bu Nur surəsi 31-dir, Əhzab surəsi 33 və 59-a görə, yəni müsəlmanlar deyir ki, qadın hökmən örtünməlidir, başını örtməlidir, hicab qadının namusu və qeyrətidir. İndi gəlin görək, hansı ayə deyir ki, həmin bu hicablı qadınlar hicabını aça bilər və hansı səbəbə görə? Nur surəsi 60-cı ayə. Ərə getməkdən ümidini üzmüş yaşlı qadınlara ayıb yerlərini göstərmədən hicablarını soyunmasında günah yoxdur. Lakin bunu etməmək onlar üçün daha xeyirlidir. Allah işdəndir, biləndir. Yəni, burada deyir ki, əgər bir qadın ərə getməkdən ümidin üzübsə, yəni bəlli bir yaş vaxtı keçibsə, burada müəyyən açıqlamalarında hətta qadın reqaldan kəsilibsə, yəni qadınlıq xəstəliyindən kəsilibsə və yaxud da ərə getməyəcəksə, artıq bu qadınlar başını aça bilər. Amma deyir ki, açmasa daha yaxşı olar, amma açmaq istəsə də heç bir sıxıntısı yoxdur, günahı yoxdur. Yəni, amma müsəlmanlar nədir? Bir hicab insanın, qadının namusu, qeyrətidir. Yaxşı, bu namus qeyrətdirsə, necə olur ki, yaşlanandan sonra bu namus qeyrət aradan mı qalxır yoxsa? Bir qadının namusu necə olur? 20 yaşda namusu olur da 60 yaşda yoxsa olmurmu? Bu qadın, bu başörtüsü qadına hökmdürsə, qadın 60 yaşda bir qadın əgər ərə getmədən ümidin üzübsə, demək ki, buna tamah sala biləcək 63 yaşda bir kişi ola bilər. Yəni, bu qadın baş açıq görüb, bu qadına tamah salan olmazmı?
Bax, bu 4 ayə, 3 ayə deyir başını bağla, bağlamalısan. Amma Nur surəsi 60 deyir ki, müəyyən bir yaşdan sonra başını aça bilərsən. Bu da Quranda keçən ayələrdir. Bunların mənbəsini ekrana da qoyacağam, videonun aşağısında açıqlama bölümünə də qoyacağam. Bir zəhmət söyməmişdən əvvəl, təhqir etməmişdən əvvəl, aqressiya göstərməmişdən əvvəl özünüz də açın, ilk öncə bu ayələri oxuyun, sonra gəlin burada fikir bildirin. Yəni bir din, bir ideologiya, üzr istəyirəm, cinsiyyətlə, söyüşlə müdafiə olunacaq bir şey deyil. Əgər bu